Məsələn, evdən çıxmısan, görürsən ki, bir maşın, təzə maşın alıb bir nəfər, gəlib bir velosipedlə gedən bir uşağı vurub, uşaq yıxılıb, ayağı sınıb, bir kəsin məsələn dükanının qabağında bu hadisə baş verib, dükanın sahibi də tez gəlir, görürsən gözün qabağında, götürür uşağı, maşınına qoyur, aparır xəstəxanaya. Bu hadisə nə qədər çəkir? 3 dəqiqə. 3 dəqiqə hadisəni indi gəl, təhlil eləyək. Təhlil eləyək görək bu niyə belə oldu? İlahi, mənə izah elə, bunun pərdə arxası nə idi? Allah deyirsən, düzdür, başa düşməzsən, amma çalışaram, məsələn, sən başa düşmək üçün izah eləyim. Bu maşın ki, təzə maşın almışdı sahibi, evdən çıxanda sədəqə vermədi. Sədəqə vermədi. Hər gün evdən çıxanda gücüz satan qədər sədəqə ayırır. Xüsusilə də sənə bir nemət üz verəndə, deyir ki, sən ki, şadsan, başqa qəlbləri də sevindir. Başqa qəlbləri də şad elə. Təzə maşın almışdı, sədəqəsini verməmişdi. Eləməmişdi, eləsəydi, bəla qarşısında sipər olacaqdı. Eləmədi, olmadı sipər. Bunun başına bu hadisə buna görə gəldi. Yaxşı, bu belə. Bu uşaq yazığın günahı nə idi? Bu da yaxşı uşaqdır, amma dünən atasının ürəyini sındırmışdı, atasının qəlbinə toxunmuşdu, atası bir ürəyində ah çəkmişdi, ya anası, ya atası, fərq eləmir. Bu da onun cəzasını almalıydı, bunun ayağı sınmalıydı. Yaxşı, atası yazığın günahı nədir? Atası da əziyyət çəkir axı, gəl onu da deyim sənə. Atası mömin adamdır, məscidə gedib gəlir, getmişdi məscidə, cibində də pul vardı. Dedilər ki, filan şeyə yardım lazımdır. Baxdı cibinə, baxdı şeyə, dedi ki, qalsın. Qalsın, xeyir işə vermədisə, həkimə verəcək. Bu qayda. O elə bilmədi, cibində qalacaq. O da həkimə verməlidir onu. Yaxşı, bəs anası niyə? Anası da əziyyət çəkir. Hadisəni təhlil edirik, bir dənə kiçik bir hadisəni. Demirəm, bütün hadisələrdə belədir, misal üçün belədir, başqa variantlar da ola bilər, 100 dənə variant fikirləş. Anasının günahı nə idi? Anası dünən oturmuşdu bir yerdə, bir qonşu qadınla, onun uşağı bir hərəkət elədi, ona rişxənd elədi ki, bu nə uşaqdır, böyütmüsən, məsələn. Rişxəndin də cəzası tez gəlir, həyatda saxlayın. Qınamaq var ya adamı, rişxənd eləmək, dərhal dünyada cəzası gəlir. Bu da onun cəzası. Əcəb ilahi, sən bütün bu qədər şeyi idarə edirsən, sən bu qədər xırdalğacan hər şey, bəli, məsələ Allah budur da. Bəs o dükan sahibi niyə onun dükanının qabağında baş verdi? O gecə namazı qıldı dünən, yaxşı hal tapdı, Allaha yaxınlaşdı. Allah dedi bir savab işi gətirsin qabağına ki, rahat bir uşağı xəstəxanaya aparsın, savab qazansın. O tip personalı ayrıca imtihan olunur. Bir hadisədə yüzlərlə səbəb nəticə var.